Yoldaşlar salam, axşamınız xeyir olsun. Salam, hər vaxtınız Səsim xeyir gəlir mi yəni? olsun. Hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir olsun. Salam, Səs salam. gəlir, səs gəlir, Salam. bəli, səsiniz Allah gəlir. şükür. Biz biraz gözləyək. Qatılmayanlar da qatılsın. Həmişə 5 dəqiqə gözləyirik, ənənəyə sadiq qalaq. 5 dəqiqə gözləyək, ondan sonra inşallah başlayaq.
Yoldaşlar, təkrar salam, axşamınız xeyir olsun. Səsim gəlir, ümid edirəm ki, hamıya gəlir. Təsdiqləyən bir nəfər düzdür, bayaq təsdiqləyəcəksin də. Amma Axşamınız xeyir Coşqun bəy, bəli gəlir. super, əla. Xoş gördük hər birinizi. 6-cı gün istirahət günü qatıldığınız üçün təkrar hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, hər biriniz üçün faydalı master-klass olar, seminar olar. Artıq adını siz nə deyirsinizsə. Ümumiyyətlə, bu düşünürəm ki, aktual mövzulardandır. İndi LinkedIn-də ki, mənim ətrafım ən azından bağlantılardan bugün müzakirə edəcəyimiz mövzu haqqında kifayət qədər postlar əslində mən oxuyuram, ona görə aktual olduğunu vurğulayıram. Amma aktual olmasa da, sizin ətrafınızda çox müzakirə olmasa da, bəlkə də düşünürəm ki, siz də həmfikirsiniz ki, bəzən bu forumlardır, təlimlərdir, seminarlardır, həmişə uğurlu olmur. Bu o demək deyil ki, forumu keçirən tərəfdən, şirkət tərəfindən və ya deyək ki, nə bilim, təşkilatçılar tərəfindən bir problem var deyə uğurlu olmur. Xeyr, bəzən bizim forumdakı iştirakımıza görə bəzən uğurlu olmur. Bu ola bilər ki, bizim forum zamanı öyrəndiklərimizi daha sonra tətbiq edə bilməməyimizdir. Ya qeydlərimizi düzgün aparmamışıq deyə, ya ümumiyyətlə yanlış məlumat almışıq və ya gözləntimiz fərqli olub deyə ola bilər bu. Forum demişkən, bugün məsələn bir foruma qatılmışdım. Bu Gənclərin sosial media forumuydu. Sağ olsun dəvət eləmişlər mən ora. Bu ənənəvi forumlardan biraz fərqli idi. Daha çox öyrədiciliyi vurğuluyurdular orada. Yəni toollar verirdilər. Ona görə çox bəyəndim. Hətta bunu Instagramda da qeyd eləmişəm ki, yəni hər dəfə gördüyüm forumlardan fərqli foruma qatıldığım üçün çox xoşbəxtəm. Çünki həqiqətən də foruma qatıldıqda bizdə indi bilirsiniz ki, ölkədə bu sahə üzrə forum, konferans, seminar, master-klass nədirsə bu tez-tez keçirilir. Və düzdür, müəyyən fərqindəlik yaratmaq baxımından heç şübhəsiz bizim üçün faydalıdır. Çünki fərqindəlik yaradır və biz gedib onu özümüz də araşdırıb əslində onu necəsə tətbiq edilə bir hala gətirə bilərik. Amma tamamilə nəzəriyyə olmaması üçün müəyyən toolları da bəzən görmək istəyirik, bəzən öyrənmək istəyirik və ya o təcrübədə necə tətbiq edilir və necə tətbiq edib nəticəsi necə olub da eşitmək istəyirik. Bugün ona görə çalışacağıq bu mövzu üzərində duraq. Amma bu təbii ki, forum, məsələn, HR Option forum keçirir. Bu niyə uğursuz olurdan danışmayın. Ümumiyyətlə, sizin qatıldığınız təlimdə, seminarda və forumda sizin bir iştirakçı olaraq nə etməli olduğunuzdan danışacağıq həmçinin. Günel xanım danışacaq. İndi Günel xanım mən təqdim eləmirəm, sözü Günel xanım verəcəm. Öz haqqında məlumat verməsi daha doğru olar deyə düşünürəm. Yəni, vaxt itkisi olmasın. Buyurun Günel xanım, istəyirsiniz elə axşamınız xeyir, xoş gəldiniz sizdə. Buyurun, sözü sizə verim, istəyirsiniz, başlayın. Hər kəsi mən də salamlayıram. Mən Günel Cəfərova. 15 ildən artıqdır ki, təşkilati inkişaf, təşkilati öyrənmə və inkişaf sahəsindəyəm. Müxtəlif qrup insanlara, müxtəlif formatlarda öyrənmə tədbirləri təşkil eləmişəm. Korporativ mühitdə çalışmışam, QHT mühitində çalışmışam, layihələrlə çalışmışam. Bugün burada hər birimiz öyrənmək üçün buradayıq, müəyyən məsələləri paylaşmaq üçün buradayıq və müəyyən məsələlər haqqında düşünmək üçün buradayıq. Və içimizdə olan suallardan biri də odur ki, niyə bəzən biz təlimlərə gedirik, amma effektiv olmur və yaxud konferanslarda, seminarlarda iştirak edirik, amma 2 gündən sonra orada müzakirə olunanları unuduruq. Bunun səbəbi nədir? Baxın, bu suallara sizinlə bir yerdə cavab tapmağa çalışacağıq bu günləri. Buyurun Elgün bəy. Xoş gördük hər birinizi, bütün qatılımcılar da, sizi də. Mənim bir sualım var idi. Biz öncədən sizlə dediyim kimi də bizim ümumi müşahidə elədiyimiz bir məsələ var. Mövzuya keçməmişdən öncə düşündüm ki, bunları paylaşsaq. Yəni bizim özümüzə də maraqlıdır, böyük ehtimal qatılımcılar maraqlıdır. Forumla bağlı deyil, forumla başladıq, forumla bağlı istəyirsiniz, mən deyim. Biz adətən məsələn forumlara qatılırıq, ya təşkilatçı oluruq və yaxud da özümüz iştirakçı oluruq. Yəqin ki, burada iştirak edənlərin bir çoxu da qarşılaşıb bu vəziyyətlə. Forumu daha çox reputasiyalı olsa da belə, Coşqun bəy bayaq dediyi kimi, kiminsə təşkil etdiyi forumu nəzərdə tutmuruq. Ümumiyyətlə ölkədə forum anlayışı ilə bağlıdır bu məsələ. Adətən coffee breaklərdə ən çox nəyi müşahidə edirik? Sahibkarlar adətən networking şəklində öz məhsulunu kimlərəsə tanıtmağa və ya da satış eləməyə çalışır.
Forumun ümumiyyətlə konsepti olaraq, yəni təbii ki, bəzi forumlara qatılırıq, orada çox önəmli şəxslər çıxış eləyir, amma onun da vaxtı limitli olduğuna görə o da hər şeyə toxuna bilmir və auditoriyanı nəzərə alınır. Kiçikdən böyüyə demək olar ki, hər kəs olur orada. Ümumiyyətlə forum necə təşkil olunmalıdır? Çünki biz çox eşidirik, özümüz də hiss edirik ki, forumlardan narahatçılıq var. Bir gün demək ki, deyə bilərik ki, bir 8 saatlıq vaxt alan forumlar var, 4 saatlıq var, amma çıxandan sonra nədənsə çox da bilgilənə bilmədiyimizi görürük. Problem bizdədirmi, networkingi biz mi düz qurmuruq, yoxsa həqiqətən də bu coffee breaklərdə kimsə hansısa məhsulunu, elə sahibkarın özü və yaxud da onun təmsilçisi məhsulunu satmağa çalışarkən elə onun özü bir öyrənmə prosesidir. Biz yanlış istifadə, yəni mən yanlış istifadə edirəm bəlkə. Yəni, bu maraqlıdır. Təşəkkür edirəm İlkin bəy sualınıza görə. Sualı belə deyək də bir hissəyə, yəni bir istiqamətdə baxsaq, forumlar satış platformasıdır, yoxsa öyrənmə platforması olmalıdır desə, yəni belə cavablandırmağa çalışsaq, forumlara biz nəyə görə gedirik? Bilik paylaşmaq üçün, hansısa trendlərdən məlumatlar almaq üçün, indiki trendlər nədir və s. bunlardan məlumatlı olmaq üçün. Baxın, yenə də birincidə də informasiyadan danışırıq, ikincidə də informasiyadan danışırıq və şəbəkələşmə üçün gedirik. O sizin dediyiniz o qırılma nöqtəsi həmin o şəbəkələşmədə gəlir, dayanır. Bəzən insanlar bu şəbəkələşmə məsələsini sırf satış kimi qəbul edirlər ki, mən getməliyəm, mən təlimçiyəm, gedirəm, öz xidmətlərimi satıram, təlim paketlərimi satıram. Mən hansısa bir şirkətin rəhbəriyəm, mən gedirəm, öz məhsullarımı satıram və forumun mövzusuna baxmadan sırf satışa yönəlik gedirik. Bu isə sonda nə ilə nəticələnir və forumun özünün məzmunu da o qədər güclü deyilsə və deyilirsə ki, şəbəkələşmə olacaq, bunu belə böyük hərflərlə vurğuluyurlarsa, o zaman foruma bilik üçün, hansısa trendləri öyrənmək üçün gedən insanlar oradan əli boş qayıdır. Mən axı heç də öyrənmədim, mən axı heç də əldə eləmədim. Şəbəkələşmə isə kontaktlardır, hansısa məsələlər üzrə, amma bütün məsələlər üzrə deyil də, sırf o forumun aid olduğu mövzu üzrə kontaktların əldə edilməsindən orada söhbət gedir. Ümumi deyil, yəni ümumi kontaktlar üçün o zaman mövzu qoymayıb da sadəcə olaraq networking tədbirləri keçirmək olar sahələr üzrə və insanlar ora gələ bilər. Ümumiyyətlə forumlara gedəndə biz nələrə baxmalıyıq? O forum real təcrübə paylaşırmı? Yəni oradakı danışan spikerlər kimlərdir? Arxasında bir həqiqətən təcrübə mi dayanır, yoxsa hansısa bir sertifikat mı dayanır, yoxsa belə deyək də konkret bir vəzifə mi dayanır? Çünki mənim vəzifəm ola bilər, amma o vəzifənin arxasında təcrübəm o qədər də deyil. Yəni bu da bizim reallığımızdır. Və yaxud suallar cavablandırılırmı? Verilən suallar cavablandırılırmı? Və yaxud cavablandırılmaq üçün hər hansı bir sonradan bir geri dönüş olunurmu? Bu artıq forum müddətində və yaxud forumdan sonraki addımlardır da. Bizə yeni baxış bucaqları qazandırırmı? Networking təbii ki olur, amma orada da nə olur? Məsəl üçün, mən öz təcrübəmdə nədən istifadə edirəm və komandamızdan biz nə edirik? Hansısa bir seminarlar olsun, forumlar olsun, ora getməmişdən öncə baxırıq ki, bu bizə nə verəcək? Oradakı, o bizə lazımdır ki, oradakı məlumatlar bizə lazımdır, həqiqətən mi lazımdır? Uzun vadəli və qısa vadəli biz ondan harda istifadə edəcəyik? İşimizin hansı hissəsində, hansı sahəsində istifadə edəcəyik? Bu sualların cavablarını tapandan sonra bizim bir planımız olur. Günel gedir foruma. Orada networking baxımından nələri etməlidir? Ümumiyyətlə, network lazımdır mı? Bəlkə Günelin məqsədi elə ancaq gedib trendləri öyrənməkdir və yaxud ancaq gedib hansısa məlumatları götürməkdir. Network isə özünü və yaxud şirkətini təqdim etmək deyil də, özünə nəsə oradan cəlb eləməkdir, kimləri isə tanımaqdır. Orada fərqlənir. Yəni, mən ora məqsəd yönlü hədəflər qoyaraq mı gedirəm? Və bu yalnızca foruma aid deyil. Bəzən olur ki, forumlarda və yaxud təlimlərdə iştirak edəndə də görürük ki, biz burada hər birimiz artıq iş həyatına yeni qədəm qoyulmuş və yaxud artıq iş həyatına başlamış və müəyyən illər orada çalışan insanlarıq.
Yəni çox gənc tələbələr deyilik də, düzdürmü? Neylə rastlaşırıq çox vaxtı? Özünü tapmayan insanlarla rastlaşırıq. Məsəl üçün, insan resursları ilə bağlı bir forum olur, Günel oradadır. İqtisadi yönümlü bir forum olur, Günel oradadır. Tamam fərqli bir sahə ilə bağlı bir forum olur, Günel oradadır. Günelin ixtisası insan resurslarıdır. Amma bütün sahələrdə Günel var. Burada sual yaranır ki, bu Günel bu qədər forumlarda niyə iştirak edir? Özünü tapa mı bilməyib hələ? Yox, hələ özünün axtarışındadır mı? Gəncdirsə bu normaldır. Amma müəyyən bir təcrübəyə gəlib çatmışıqsa, burada mən artıq özümü də tanımalıyam, özümə dönüb baxmalıyam ki, mən nə istəyirəm. Yəni bizim forumlarda əsas üzləşdiyimiz məsələlər həmin o şəbəkələşmə, o network hissəsinə aydınlıq gətirməkdir. Ki, biz ora network'ü necə gedirik? Satış etmək üçün deyil də, dəyər qatmaq üçün gedəndə bu artıq öz arxasında fərqli məsələlər də gətirir. Yəni, dəyər qatdığımız zaman hansısa bir prosesə, işə, duruma, bu arxasında məni ilə yenidən ünsiyyətə girməyə, yenidən əlaqə yaratmaq kimi imkanlar da yaradır. Elgün bəy, bilmirəm, sualını cavablandıra bildim yoxsa yox. Finish verdiniz, çox sağ olun. Mən onda dəqiqləşdirmək üçün bir dənə şey deyəcəm. Orada belə deyirik. Forum həm də networking kanalıdır, amma satış kanalı deyil. Yəni bu məncə daha olmuş olur da. Çünki bir neçə dəfə deyirsiniz ki, məsəl üçün Günel xanım bir neçə dəfə fərqli sferalarda iştirak edir. Sahibkar deyək ki, şirkət hesabına iştirak edir. Sahibkar görür ki, əməkdaş bir neçə yerdə, amma heç bir fərq yoxdur. Təbii ki, bu forumlardan bizim istədiyimiz nəticəni verməyəcək. Məsəl üçün, indi ümid eləyək ki, bizdə o sürətlə qalxar, TED onların forumları istiqamətində də daha bilgi verici. Onun konseptində də bənzər forumda da iştirak eləmişik. Orada da konsept qarışıq idi. Yəni, onun bənzəri bir forumda. Konsept qarışıq idi. Belə deyək, kütlə ola bilsin nəzərə alınmışdı. Mən belə başa düşürəm ki, zamanla ümid eləyək ki, ya qatılımcılar filtr olunacaq. Çünki mənim özümün də, mən inşaat forumunda iştirak elədiyimi xatırlayıram mən özüm, dəvətlə getmişdim. Onda birinci bizim üstümüzə düşür, eyni zamanda hara getdiyimizə baxmalıyıq. İkinci növbədə isə bizi kimlər dəvət edir, onlar da bir baxmalıdır ki, ümumiyyətlə bu adamları niyə dəvət edirik? Biraz böyük sual oldu bu, cavabı bilirəm ki, çoxdur bunun və müxtəlif də səbəbləri var. Kommersiyadan tutmuş, ölkədə forumun tarixinin çox da geniş olmamasına qədər uzanır böyük ehtimal. Bir yəni yekun sualımı verəcəm, çox vaxtını almayıb. Biri təlimlə bağlı, daha kiçiltdim bu iştirak istiqamət hədəf kütləni. Təlimdə bənzər şeylər yaşayırıq, çünki biz illərdir təlim sektorunun içindəyik. Yeni təlim keçməyə çalışan kimlərsə olur. Yəni, ola bilər ki, bu adamın xüsusi istedadı var, bacarır bunu. Bundan deyəcək bir şeyimiz yoxdur. Təcrübə baxımından və eyni zamanda deyək ki, yəni təcrübədə olubdur bizdə. 3 ayda da təlimi yeni bitirib, adam amma təlimə başlamış oldu. Özü 3 ay öncə bir təlim alma periodundaydı. Kifayət qədər də tələbə toplaya bilir. Buradakı yanılğı ümumiyyətlə nədir? Yəni, mən nə ilə müqayisə eləməyə çalışıram? Baxın, bayaq TED örnəyini verdik. TED nümunəsi olsun və yaxud da ki, dünyada, xarici ölkədə bizdə yox, deyək, Türkiyədən də olsun. Azərbaycana gəlib ciddi kütlələrə təlim keçən şəxslər var. Bizdə amma biz görə bilmirik hələ ki onu. Yəni, kimlərsə varsa da onu ya mən tanımıram, o demək deyil ki, o adam yoxdur, amma mən tanımıram. Biz haradasa səhv eləyirikmi? Yəni, kütlə bir yerdən sonra yorulandan sonra, belə deyək, bizdən yox, xaricə üst tutma prosesi də baş verə bilir. Burada qatılımcı mı yanlış eləyir? Ümumiyyətlə, o adam seçilməməlidirmi? Yəni, deyək ki, 2 aylıq təhvil var, seçilməməlidirmi? Təbii ki, ya ödənişlə, ya digər faktor, ya PR-la bunu eləyə bilir. Yoxsa ümumiyyətlə bizdəki bazardakı boşluqdur ki, o 2 aylıq təcrübəsi olan adam təlim keçə biləcək resursları əldə edə bilir və yaxud da ki, o cürəti özündə əldə edə bilir ki, o cəsarət əldə edə bilir. Yəni, hər bir aldığın cəsarətin biz təbrik edirik həmişə. Amma bu necə baş verir? Bu maraqlıdır ki, nə olmalıdır? Ölkədə nə baş verməlidir ki, bunun bir filtr olsun? Öyrənməyə biz necə yanaşırıq, ona baxmalıyıq. Əslində, sizin verdiyiniz
qaldırdığınız məsələnin iki tərəfi var. Birinci tərəf odur ki, elə sizin özünüz də vurguladığınız kimi, bəzən həqiqətən elə insanlar olur ki, biliklərini çox rahatlıqla paylaşa bilirlər. Bu az istisnalardır. Çox az insanlar var ki, bunu paylaşa bilirlər. Hətta bunun əksi var. Çox bilikli insanlar var, illərin təcrübəsi olan insanlar var, amma paylaşa bilmirlər. Böyük ekspertlər öz sahələrində biliklərini amma paylaşa bilmirlər. Bunun o əks tərəfi də olur da. İndi biz o digər tərəfə baxaq. Biz təlimlərə gedərkən və bu bütün, mən indi hal-hazırda Azərbaycan çox xas olsa da, təlim, inkişaf, bu cür məsələlər yeni yaranan ölkələrdə bu inkişaf yolunu belə keçiblər. İnsanlar içərikdən daha çox, belə deyək də, məzmundan daha çox ümumi nələrəsə baxırlar. Məsəl üçün, baxırlar ki, təlimdə müəyyən əyləncə elementləri oldusa, çox gözəl təqdimat oldusa, mən demirəm ki, təqdimat səhvlə dolu olmalıdır və ya yeni trendlərə uyğun olmamalıdır və s. Bunu da demirəm. Təbii ki, ayaqlaşmaq lazımdır. Təlimçiliyin özünün bir, təlimçi olmanın özünün bir standartları, prosesləri var. Amma belə deyək də, o vizual məsələlərə daha çox baxırsa, baxır ki, təlimçinin müəyyən, bayaqları onu qeyd elədim, müəyyən yerdə işləyir, amma iş təcrübəsi azdır, müəyyən sertifikatları var və s. Sertifikatı amma sizin dediyiniz kimi daha bir neçə ay bundan öncə alıb və s. Bu artıq buna baxmır, sadəcə olaraq o görünüşə, vizualizasiyaya aldanaraq gedirik. İstisna hallarda nələrsə uğurlu ola bilər, amma bu istisnalar olduqca azdır da, yəni azdır bu istisnalar. Təlimi vermək üçün, ümumiyyətlə təlimin mənimsənilməsi üçün aradan bir müddət keçməlidir ki, həqiqətən o təlimin effektiv olmasını anlamaq üçün və onu ölçən xüsusi metodologiyalar var. Dünyada da, Azərbaycanda bunu edən şirkətlər də var, şəxslər də var. Təlimin, belə deyək də, öyrədici olması üçün yenə də mən iştirakçı kimi özümə sual verməliyəm ki, mən bura niyə gedirəm və bunu həyatıma necə tətbiq edəcəm, nə öyrənmək istəyirəm və proqramda o suallara cavab tapa bilmirəmsə, təşkilatçı ilə mı danışmalıyım, biraz araşdırmalıyam bunu. Sadəcə olaraq təlimə getdim, sertifikatı aldım deyə gediriksə, nəticədə o biliyi səriştəyə çevirmiriksə, o lazımsız bir informasiya kimi qalacaq beynimizdə. Müəyyən müddət sonra da bu beynin işləyişidir. Biz bu günləri ondan biraz danışmağa çalışacağıq. Müəyyən müddətdən sonra da o unudulub gedəcək. Yəni onu yenidən bərpa eləmək üçün və s. üçün çoxlu efortlar biz sərf eləməliyik, çox çalışmalıyıq bunun üçün. Məsələn, bayaqları elə burada Gülnurə xanım da yazıb ki, Günel əgər HR-dırsa, o fərqli forumlara getməlidir. Əgər o forumlara gedib, bəli, əgər o headhuntla məşğul olursa, sizinlə razıyam. Amma Günel təlimin bir parçasıdırsa, onun məqsədi sırf təlim və inkişafla bağlı öyrənməkdirsə, onun bütün təlimlərdə iştirak etməsi onun işə götürəni üçün də sual olmalıdır. Amma o zaman Günel də işə götürənə sual verəcək ki, axı siz məni ora göndərəndə mənə hədəflər, məqsədlər qoymadınız. Burada bizim işə götürəni, birbaşa rəhbərlərin üzərinə müəyyən məsuliyyətlər düşür ki, biz bunu yenə də bugünkü müzakirəmizdə bu məsələyə də toxunacağıq. Elgin bəy, sizin sualınızı cavablandıra bildimmi mən? Çox sağ olun. Bəli, bəli, cavablandırdı. O zaman belə görünür ki, biz hələ biraz gözləməliyik ümumiyyətlə. Özümüzə dönməliyik. Yəni, necə özümüz, bunu biz eləyəcəyik. İştirakçılar bunu filtrdən keçirtməliyik də. Filtrdən keçirtməliyik. Bəzi məsələlər var ki, orada müəyyən metodologiyalar var da, qeydləri aparma metodologiyası, öyrəndiyimizi mənimsəyib danışma metodologiyası. Onun üçünü biz bu günləri burada təqdim eləməyə çalışacağıq iştirakçılara. Yəni, onlardan faydalanaraq həqiqətənmi faydalı oldu getdiyim təlim? Yəni, onu biz, belə deyək də, müəyyənləşdirməyə çalışacağıq. O sualların cavabı. Mən çox sağ olun, təşəkkür edirəm. Yekun onu demək istəyirdim. Bilməm, indi burada iştirakçılardan bizim kursların qatılımcıları böyük ehtimal olubdur.
Və kiməsə ünvanını demirəm, amma ümumiyyətlə qarşılaşdığımız vəziyyətlə bağlı deyirəm. Əksəriyyəti bizi tanımayan müraciətçilər olur. Instagram üzərindən və yaxud da ki, uzaqdan soyuq şəkildə təlimi almağa mən özüm müsbət baxmıram. Təbii ki, bu dəqiqə əlimizdə başqa bir alət yoxdur ki, biz başqa bir yol istifadə edək. Təbii ki, Instagram, digər alətlər bizim işlərimizi, hər iki tərəfin işini asanlaşdırır. Amma çox vaxt biz qarşı tərəfin bir konsultasiyaya ehtiyac olduğunu hiss eləmiş oluruq. Amma bu adətən qarşı tərəfə bildiriləndə nəticəsi bəzi hallarda bəlkə də yarı-yarıya müsbət olmur, konsultasiyaya gəlinmir. Bu bizim yanlış seçim eləməyimiz üçün, məsəl üçün, bizim ofisə daxil olarkən belə əməkdaşımızın onu necə qarşılaması belə bir nüansdır, öyrənmə prosesidir. Çünki bizim ona mentor dəstəyimiz və yaxud da ki, onu qiymətləndirmə dərəcəyimiz və yaxud da ki, ona təkrar toxunuşlara bizim reaksiyalarımız çox önəmlidir. Mən elə buradan istifadə edib istədim, bu da satış kimi olmasın, networking satışı kimi. Amma mən istəyim ki, onu bildirim, biz onunla qarşılaşırıq. Məncə elə birinci təlimlə bağlı öyrənmə, iştirakçının öyrənməsi bəlkə də buradan başlayır. Instagramda digər alətlərdir, başlanğıcdır. Amma fürsət varsa, face-to-face toxunuşlara şərait yaratsınlar. Özləri üçün də, qarşı tərəf üçün də bir fürsət vermiş olsunlar. Təşəkkür edirəm hər kəsə, Günel xanım sizə də. Mən də dinləyici olaraq buradayım. İnşallah ki, dinləyəcəm hər birinizi. Tamam. Çox sağ olun. Sağ olun. Mən indi sizinlə hazırladığım bir slaydı da sizinlə paylaşacağım. Bu başdan qeyd edeyim ki, bizim bugünkü masterclassda bir verirsiniz. Siz necə görürsünüz? Sizin düşüncələriniz önəmli olacaq mənim üçün və cavablar təbii ki, anonim olacaq və biz onu hətta siz o sorğuda keçən kimi biz onu ekranlarımızda görəcəyik. Bunu başdan da bir məlumatlandırmaq istəyirəm sizi. Gəlin, başlayaq. Yəqin ki, mənim slaydım görünür. Nədir və s. Biz burada elə bir sorğu edəcəyik sizinlə. Biliyin iştirakçıları kimlərdir, ona baxacağıq. Öyrətmə necə olur, ona baxacağıq. Şəxsiyyətə əsaslanan öyrənmə olurmu ümumiyyətlə, belə bir sual olacaq. Günel xanım, sizdə internetdə deyəsən... Burada işə Günel xanım, üzrlə hesab edin. Sizdə deyəsən... Buna baxacağıq. Günel xanım, səsin gəlir sizə? Bir daha... İnternetdə problem var, Günel xanım. Yoldaşlar, mənim səsim gəlir sizə? Aha. Günel xanım, sizdə internetdə deyəsən problem var. İstəyirsiniz, bəlkə də qısa müddətli bir problemdir. İstəyirsiniz, görüntünü bağlayın ki, internet çox problem yaratmasın. Olar mı elə? Tamam, əlbəttə. Əgər ekranı onsuz prezentasiya şeir eləyəcəksiniz, birazdan açarsınız istəyirsiniz. Hal-hazırda donma var, ona görə deyirəm. Əla, yaxşı. Ekran görünür də, amma düzdürmü? Bəli, ekran görünür, bəli. Aha. Və dəyişməyə açıq olmaq nə deməkdir? Bu sualı cavablandırmağa çalışacağıq. İlk olaraq öyrənmə və mən. QR kodu görürsünüz. Zəhmət olmasa QR kodları oxutdurun və bir neçə dəqiqəmizi alacaq. Onu bir neçə sual var. Mən də təkrarlayayım. Səs məndə qırıldı. Bəlkə iştirakçılarda da qırılır. Bəlkə eşit. QR kodu xahiş edəcəm ki, oxudasınız. Bu QR kodu. Günel xanım, oradakı sorğudan keçək. Günel xanım, sizin səsiniz interneti dəyişmemiz mümkündür bizim. QR kodu oxuduruq. QR kodu oxudandan sonraki proses onsuz da özünüz görəcəksiniz. Yəni QR kodu oxudanda müəyyən suallar çıxacaq.
Günel xanım link göndərib o linkə daxil ola bilərsiniz. Günel xanım, sizdə internetdə bir problem var. Səs qırılır. Yoldaşlar, məni eşidirsiniz? Mənim səsim gəlirmi ya? Bəlkə məndə də internetdə problem var. Bəli, eşidirik. Hə, yəni Günel xanımın səsi gəlmir də sizə də. Hə, tamam, aydındır. İndi mənim səsim gəlirmi? İndi gəlir bu dəqiqə, hal-hazırda gəlir bəli. Tamam. Bəndə çünki internet tam full bağlantılı görünür, amma Bu dəqiqə yaxşıdır məsələn. Bu dəqiqə kəsilmə yoxdur. Hə, siz başdan başlayın istəyirsiniz, o hissələri demək olar ki, eşitmədiyik. Başdan siz slayd share edəndən sonra heç nə eşitmədik. tamam. Mən əslində indi biz QR kod vermişəm hər kəsə. Onu xahiş edirəm ki, oxutsunlar telefonlarında və bir sorğu var, öyrənmə və mən sorğusu, ondan keçsinlər. Hal-hazırda 3 dənə cavabımız var. 3-də 6 artıq cavabımız var. Bayaq 3 gördüm. 6 cavabımız var. Mən hardasa 1 dəqiqə gözləyəcəm. Daha sonra cavabları göstərəcəm. Yəni ekrana artıq vuracam. Məlumatınız olsun. Hı hı. 10 cavabım, 13 cavabımız var. Cavabları paylaşıram. Ekranda görünürmü cavablar? Biraz daha Gördünüz. biraz daha yaxınlaşdırma şansımız varmı? Bir dəqiqə. Ctrl plusdan yaxınlaşdıra bilərik. Gəlin yaxınlaşdıraq. Bir dəqiqə. Aha, indi daha yaxşıdır. Hı hı. Deməli cavablar bizdə 3 sual var. Siz necə öyrənirsiniz? Əksəriyyətimiz yazmışdı ki, oxuyaraq öyrənərik. Edərək, yəni kinestetik öyrənənlərimiz də var içimizdə. Edərək öyrənənlər. 35%imiz bu qədərdir. Təlimlərdə hansı tip iştirakçısınız sualımız var idi. 47%imiz qeyd edir ki, qeydlər aparıram və suallar verirəm. Və 29%imiz araşdırmaçıdır. Onlar təlimdən sonra da araşdırırlar. Əslində təlim prosesini sonraya aparan şəxslərdən də biridir. Demirəm ancaq bunlardır, amma şəxslərdən, göstəricilərdən biri də elə təlimdən sonraki araşdırmaların aparılmasıdır. Və öyrəndiklərinizi tətbiq edə bilirsinizmi? Yazıblar ki, bəzən fürsət olub, əksər insan elə yazıb, iştirakçılarımız elə yazıblar, qeyd ediblər. 23%imiz isə bəli, tez-tez istifadə edirəm deyib. Çox nadir hallarda istifadə edirəm, heç vaxt tətbiq edə bilmirəm kimi cavablarımız yoxdur. Bu əslində bizim bu auditoriyanın təlimlərin niyə getdiyini, nə üçün getdiyini, həqiqətən faydalandığını göstərən bir göstəricilərdən biridir. Yəni ən sonuncu sual. Buna görə sizi təbrik edirəm ki, həqiqətən də hara getdiyinizi, niyə getdiyinizi bilirsiniz. Bu çox yaxşıdır. O zaman davam edək. Şəkildə nə görürsünüz? Mən bunu səsli istəyəcəm alam sizdən. Kim əgər cavab vermək istəyirsə. Səsim gəlir. Bəli, gəlir Günel xanım. Yəqin hamı təsbit eləməyə çalışır ki, nə görürük. Tamam. Bəlkə çətə yazan olur. Bir baxaq. Axşamınız xeyir Günel xanım. Axşamınız xeyir. Ayşə Məmmədova da özümü təqdim edim. Buyurun, Şəkildə Ayşə bir həyat görürəm, bir cücərti görürəm, bir ümid görürəm. Tamam, yaxşı. Çox sağ olun Ayşə xanım. İnkişaf da ola bilər. Hı hı. İnkişaf kimi bəlkə belə də bir Yaxşı. İnkişaf görürsünüz, cücərti görürsünüz, həyat görürsünüz. Başqa?
Axşamınız xeyir. Axşamınız xeyir. Mən də toxumdan cücərən çiçəkli bağça görürəm. Əla. Çox sağ olun. Təşəkkür edirəm. Əlavəsi olan var? Çat bölməsi də var. Ləman xanım elə Aha. qaldı. Çat bölməsi də Bəli. var. Aha. Əl qaldıranları indi mən təqdimatı açmışam deyə görmürəm. Cavab vermək istəyənlər versin. Chat bölməsində də siz mənə dəstək olsaz, əla olardı nə yazılması ilə bağlı. Bu da elə bir mən də elə bir ki, toxumdan inkişafda elə bir ağac Bəli. fidandan inkişaf görünür. Bəli. Yaxşı. Yaxşı məlumatlar. Təbii ki. Bəli. Burada toxum və torpaq əslində əks olunub. Bu AI ilə hazırlanmış bir şəkildir. Və sırf bu master class üçün hazırlanmış bir belə deyək də şəkildir. Öyrənmə bir toxum kimidir əslində hər birimiz üçün və öyrənmə yalnızca təlim deyil. Öyrənmənin müxtəlif formatları var və yalnız münbit torpaqda, doğru mühitdə diqqətlə becərilərsə öyrənmə baş verir. Yaxşı, bəs bu nədir? Yəni uğurlu təlim və yaxud burada uğurlu öyrənmə, uğurlu konfrans, bunu belə qoya bilərik. Nə deməkdir? Burada təqdimatçının, təlimçinin, o prosesi təşkil edənin, təşkilatçılığın bacarığı, üstəgəl iştirakçının rolu və üstəgəl təşkilatın dəstəyi, yəni bizi göndərən təşkilatın dəstəyi. Biz əgər özümüz gediriksə, o zaman yenidən özümüzün rolu burada 2 qat olur. Yəni bu prosesdə, öyrənmə prosesində 2 qat olur. Bu sadəcə olaraq bir düşünməmiz üçündür ki, biz əslində hara gediriksə, öz bilik torpağımıza bir toxum əkirik və onu necə cücərtməyimiz artıq daha sonradan bizdən, bizim işdədirsə, iş şəraitində onu harda necə tətbiq etməyimizdən asılıdır. Öyrənmə prosesi, effektiv öyrənmə metodları və texnikaları nələrdir? Baxın, biz öyrənmə deyəndə yalnız məlumatı qəbul etməni nəzərdə tuturuq. Yoxsa getmişik hansı bir təlimə, çoxlu sayda oyunlar var, interaktiv metod deyirik biz onlara. Oyunlar oldu və s. bunu nəzərdə tutulur. Yoxsa yaxşı kitablar oxumaq və yaxud əlaqələr yaratmaq, bunu nəzərdə tutulur öyrənmə prosesi deyəndə. Baxın, bu suallar bizim öyrənmə prosesinə, bu suallara bizim necə cavab verməyimiz, bizim prosesə necə yanaşmağımızdan asılıdır. Yəni, nədir əslində bizim üçün öyrənmə prosesi? Öyrənmə prosesi o vaxt güclü olur ki, bu performansa yönəlsin. Yəni, bizim iş həyatında və yaxud şəxsi həyatımızda hansısa biliklərimizi vərdişə çevrilsin, o bizim hansısa bacarıqlarımızı ya inkişaf etdirsin, ya yeniləsin və yaxud da ki, bizdə hansısa bir yanaşma formalaşdırsın. Bu o deməkdir ki, öyrənmə prosesinin 3 hədəfi olur. Bilik, bacarı, dəyərlər və yaxud yanaşmalar. Və öyrənmə prosesi bizim beynimizin 2 tərəfi var da. Birinə qısa 2 yaddaşı var. Qısa vadəli yaddaş və yaxud buna işlək yaddaş deyirlər. Bu bizim adətən baxın, indi o baş verir. Təlimdir, konfransdır, seminardır. Biz orada iştirak edirik. Bizə elə gəlir ki, biz hər şeyi bildik. Bir də uzun yaddaş. Bu artıq beynin başın arxa tərəfində olur və kök salan hissəsidir də. Sanki baxın bu hissəsidir. Bu bizim görən hissəmizdir. Qısa vadəli yaddaş. Bu isə uzun vadəli yaddaşdır. İnformasiya bura ötürülürsə, o zaman öyrənmə prosesi baş verir beyində əslində. Yox, burada qalırsa, o müəyyən müddətdən sonra unudulur, gedir. Yəni, bu beynin işləmə mexanizmlərindən biridir. İndi biz nə etməliyik ki, buradan aldığımız informasiya bu ön beyindən arxa beyinə ötürülsün. Ön yaddaşdan arxa yaddaşa, yəni uzun yaddaşa ötürülsün. Yəni, bu sualların cavabını əslində özümüzdə tapmalıyıq. Bu vərdişləri yaratmalıyıq. Bu yerə qədər mən çətə də baxım bir dənə. Sualı qeydi olan varmı? Yoxdur, görmürəm heç bir şey. O zaman mən davam edirəm.
Bu arada onu deyim ki, bu bizim bu master class üçün hazırlanmış bir maskotdur. Ən sonda bu maskota bir ad da qoymağınızı sizdən xahiş edəcəm. Onu da onlayn eləyəcəyik. Bir ad qoymağınızı xahiş edəcəm. İndidən hazırlıqlı olun. Öyrənmənin iştirakçıları, yəni tərəfləri kimlərdir? Əslində zəkanın parlaması təkcə öyrənmək deyil. Kimdən öyrəndiyimizə biz baxmalıyıq. Öyrənmədə biz mentordan öyrənə bilərik. Mentor bizim yol yoldaşımızdır. Biz mentordan müəyyən prosesləri öyrənirik. İş başında öyrənirik. Neynir? Mentor neynir? Hərəkətləri ilə bizə öyrədir. Deyir ki, bax bunu belə etmək lazımdır. Mən bunu belə etmişəm. Öz təcrübəsinə belə deyək də dayanaraq bizə nəyisə göstərir. Biz koçdan, bu özdə yeni trendlərdən biridir, çox yaygındır hal-hazırda. Koçdan öyrənir. Əslində koç bizim güzgümüzdür. O neynir? O bizə heç nə demir. O sadəcə olaraq daxildəki potensialımızı açmaq üçün bizə suallar verir. Suallar verir, içimizdəki potensialı üzə çıxardır və istiqamət verir ki, biz o hədəfə doğru gedək, irəliləyək. Təbii ki, öyrənmədə təlimçi var. Təlimçi bizim bilik ötürənimizdir. Yəni konkret bilik bazasıdır. Bizə biliyi ötürməlidir, biliyi paylaşmalıdır, müəyyən suallarımızın cavabını tapmalıdır, verməlidir bizə. Və ən əsası, bəzən sualın cavabını həmən tapa bilmirsə, açıq şəkildə bunu bəyan eləyib, daha sonradan birgə tapmaq üçün istiqamətləndirməlidir. Amma çox zaman təlimçilər elə mövzu üzrə ekspertlər də olurlar. Bəzən isə təlimçi və mövzu üzrə ekspertlər bərabər işləri görürlər. O zaman təlimçinin rolu daha çox fasilitator olur. Fasilitator isə prosesi canlandıran şəxsdir. Diskussiyalar aparır, suallar verərək bizi düşündürür, müəyyən prosesi axışına salmaq üçün addımları hazırlayır və s. Bu keyfiyyətlər bir adamda ola bilərmi? Təlimçi ilə fasilitator bir adamda ola bilər, hətta mentor da ola bilər, bəzən koç da ola bilər. Amma hamısını eyni anda həyata keçirdə bilərikmi bir təlimdə? Çox vaxt yox. İkisindən və ya üçündən istifadə edirik təlimlər boyu. Amma bu prosesin bir tərəfi də var. Biz, dinləyicilər. Əgər biz təlimə gəliriksə, hansısa bir seminara gəliriksə, biz orada sadəcə olaraq oturub vaxtımızı keçirdib gediriksə, bizim ön beynimiz işləyir, həmin anda əziyyət çəkir, müəyyən məlumatları götürür, amma biz onu arxa plana göndərmirik. Suallar vermirik, qeydlər bəlkə də aparmırıq və yaxud qeydlər aparsaq belə onu bir kənara qoyuruq, ona qayıtmırıq daha sonradan və biz orada oluruq pasiv iştirakçı. Əgər biz aktiv olsaq, nəyə getdiyimizi, nə üçün getdiyimizi bilsək, təlimlərdən, konferanslardan nə istədiyimizi bilsək, biz aktiv rol oynayarıq. O zaman biz suallar verərik, biz şəbəkələşməni sırf öyrənmə naminə edərik, seminarlarda da, konferanslarda da və həqiqətən də cibi dolu çıxarıq təlimlərdən, öyrənmə tədbirlərindən cibi dolu çıxarıq. Bu yerə qədər sualı olan var. Baxaq görək, burada nəsə yazıblar. Aha, burada bir dənə sual var. Öyrənmə mühiti, öyrənmə mədəniyyəti, təlim mühiti. Nədir sualı haqqında nə deyə bilərsiniz? Öyrənmə mühiti, mədəniyyəti, təlim mühiti və təlim mədəniyyəti. Öyrənmə mühiti, öyrənmə mədəniyyəti bu ümumi anlayışdır, Nuru bəy. Yəni ki, əslində özündə təlimi də ehtiva edir, seminara da ehtiva edir, iş başa öyrənməni də ehtiva edir, fərdi öyrənməni də ehtiva edir. Bu bizim oxuyub analiz etdiyimiz məsələlərdir. Mədəniyyət bizim ona yanaşmamızdır. Mən necə öyrənənəm, mən nə axtarıram. Təlimdirsə, təlim mədəniyyətidirsə, mən necə dinləyiciyəm, necə iştirakçıyam, nələrə fikir verirəm, nələri seçirəm, bildiklərimi daha sonradan paylaşırammı, paylaşaraq öyrənənəmmi və s. Yəni, bundan söhbət gedir. Yəni, bunu qeyd eləmək istəyirdim. Suallar slaydlara uyğun olduğu təqdirdə, yəni verdiyimiz o hissələrlə bağlı olduğu təqdirdə biz sualları müəyyən qədər cavablandırırıq ki, çox da gecikməyək. Bu slayda qədər sualı olan var.
Əlavə sual olan var. Yoxdursa o zaman mənim sizə yenə də bir sualım olacaq. Doğru mu, yanlış mı? Bir neçə sizə söz veriləcək. Onu yenə də linki mən chatda da paylaşım sizin üçün. Yenə də o sorğudan keçin və doğru yanlış olduğunu xahiş edirəm mənə bildirin. O fikirlər sizcə doğrudurmu, yoxsa yanlışdırmı? Gəlin baxaq görək. 10 cavabımız var hələ ki. Bir dəqiqədə geçsin. Bir dəqiqədən sonra cavabları göstərəcəyik. Burada sizə düzgün cavablar da göstərilib bildiyim qədərilə. Mən cavabları artıq göstərəcəm sizə. Birinci, hər kəs eyni şəkildə öyrənirmi? Bəli, öyrənmir. Hər kəs eyni şəkildə öyrənmir. Birinci sual buydu. 5 sualdır burada da. Əgər təlimçi xaricidirsə mütləq keyfiyyətlidir. Yanlış deyirsiniz. Bəzən o keyfiyyətli olmur, amma niyə görə? Baxın, burada belə bir bizim üçün keyfiyyətli deyil. Sizcə, yəni onun niyəsi var? Onu cavablara baxandan sonra yenidən baxarıq, əgər sualı cavablandırmasaq. Təlimi dinləməklə 100% öyrənmə baş verir deyirik ki, baş vermir, düzdür, yanlışdır bu da. Öyrətdikcə daha yaxşı öyrənirik. Çox vaxtı, bəli, bu belə olur. Biz öyrədərək daha yaxşı öyrənirik və bunun da bir metodu var ki, necə daha yaxşı öyrədək. Mövzunu öyrədərək də mövzunu dərk eləyək. Aktiv dinləmə öyrənmənin əsas bacarıqlarındandır-mı? Bəli, aktiv dinləmə öyrənmənin əsas bacarıqlarındandır deyib, biz mövzumuza qaldığımız yerdən davam edirik. Əgər başqa bir sualımız yoxdursa, bir dəqiqə mən yenə chatə baxım. Yoxdur, qaydırıq təqdimatımıza. Bəzən bizim getdiyimiz yerlərdə qaynaqlara baxmaq məsələmiz də olur. Baxın, biz dedik ki, orada suallarımızdan biri o idi ki, xaricidirsə, mütləq şəkildə yaxşı mı təlimçi olmalıdır? Bəlkə də yaxşı təlimçidir, amma bizə özəl, bizim mədəniyyətimizə özəl trendləri bilmirsə, o zaman o verimli ola bilmir. Bunlara diqqət eləmək lazım olur. Biz şirkətlərin əgər təlim inkişaf şöbələrində və yaxud bölmələrində, komandalarında işləyən şəxslər isə bu məsələdə həssas olub, rəhbərləri də bilgiləndirməliyik bu mövzularda. Çünki bəzən insanlar elə xarici daha yaxşı biləcək, bizə daha çoxlu məlumat verəcək kimi fikirlərə qapılırlar və yaxud nə baş verir? Gözləntiləri çox olur. Təbii ki, xarici də gəlir öz təcrübələrindən, öz trendlərindən məlumat verəndə, məlumat yerdəki reallıqla uyğun gəlməyəndə təlimdən sonra motivə olunmaqdansa, işə fokuslanmaqdansa, motivə olunmamış insanlar çıxır ki, bizdə niyə belə deyil və s. etirazlar və s. yaranır. Belə hallar da baş verə bilir. Bu sırf korporativ təlimlərdə də özünü çox göstərən hallardandır ki, bunlara biz diqqət eləməliyik. Diqqət eləməli olduğumuz məsələlərdən biri də take deyirik də, qaynaqlara fikir verməliyik. Yəni, burada da sualdır da, başdan da elə bunu deyirik ki, sertifikatı var deyə güvənilir mənbədirmi, güvənilir təlimçidirmi? Hər təlimçi özünü inkişaf elətdirirmi? Çünki
təlimçi elə bir şəxsdir ki, o bir yerdə durmamalıdır. Dayanmadan öz üzərində çalışmalı, trendləri izləməli, verilən rəylərə açıq olmalı. Önəmli olan məsələlərdən biri odur. Və uyğunlaşmalıdır. Bazarla, cəmiyyətlə, gözləntilərlə uyğunlaşmalıdır. Bəzən olur ki, suallardan əsəbləşirlər. Bu artıq odur ki, yəni sual verməyin, bunu başqa vaxt müzakirə eləyərik. Mövzuya aid suallardan söhbət gedir də burada təbii ki. Bu artıq onu göstərir ki, orada verilən biliklər bəzən reallıqla uzlaşmır və yaxud hardansa bir mənbədən götürüb də digər mənbələrlə uyğunlaşdırmadığı, təsdiq eləmədiyi mənbələr olur. Məsələn, nə eləyir? 100% zəmanət veririk ki, elanlar olur da, bu təlimdən sonra siz bu sahə üzrə ekspert olacaqsınız. Onu 100% zəmanət vermək olmaz. Çünki hansısa sahə üzrə bir ekspertə çevrilmək üçün, bunu mən demirəm, bunu mütəxəssislər deyirlər, araşdırmalar deyirlər ki, heç olmaz o sahə üzrə o insan 3 il işləməlidir ki, mütəxəssis olsun. Yüksək səviyyəli ekspertə çevrilmək üçünsə, bu artıq 5 ildən başlayır iş təcrübəsi. Sırf o sahə üzrə. Çünki mən bir sahə üzrə 1 il işləyirəmsə, bilikli ola bilərəm o sahədə. Hətta bildiklərimi ən yaxşı şəkildə çatdıra da bilərəm. Amma sahənin tam hər tərəfli mütəxəssisiyəmmi sual verərəm özümə ki, yox, ola bilmərəm. Böyük ehtimalla ola bilmərəm. Mən məsəl üçün hüquqşünasam, iqtisadçı. Amma iş həyatım təlim, inkişaf, insan resursları sahəsində gedir. İndi qayıdıb yenidən hüquqa qayıtmalı olsam, öz sahəmə qayıtmalı olsam, mən gərək orada ən yaxşı halda, yəni mütəxəssis səviyyəsinin 1-ci mərhələsindən başlayım. Bunu bilirəm. Çünki mən o sahədən əmək qanunvericiliyi istisna digər tərəflərindən uzağam. Oradakı case deyirlər də, oradakı məsələləri, proseslərdən uzağam. Qanunvericiliyə dəyişiklik olubsa bilmirəm. Məhkəmə proseslərində olmamışam. Münaqişələr olubsa, hüquqi münaqişələr, onları həll etməmişəm və s. Ona görə də o yenidən başlamalıyam, daha əvvəldən başlamalıyam o proseslərə. Eyni məsələ elanlarda da müəyyən məsələlərə 100%lik zəmanət verilirsə, o biraz sual altındadır. Bəzən olur ki, çox emosiyalı başlıqlar olur. Yəni, çox vədlər verir, çox məsələlərə toxunur. Ona diqqət etməkdə fayda var. Kim olması təqdimatçının, kim olması bəlli deyilsə, ona diqqət edirik. Və biz deyirik ki, məsəl üçün, harasa gedəndə və yaxud bizə korporativ müddədə təlimləri, təlimçiləri təqdim edəndə biz bir onları araşdırırıq ki, bu adam hardadır, harda işləyib, nə işlə məşğul olub, öz şəbəkəmizdən istifadə edirik. Təlim veribmi, həqiqətən sahəsinin ekspertidirmi və yaxud mütəxəssisidirmi? Yəni, bu məsələləri sorğulayırıq özümüz üçün. Yalnızca fikirlərə dayanaraq məlumatlar verirəmsə mən, bu mənim şəxsi fikrimdir, bu mənim şəxsi yanaşmamdır və s. Bu zaman oradakı məlumatlar tam da tutarlı olmaya bilər. Şəxsi fikir deyil də, təcrübə başqa, amma fakta dayanan təcrübə, faktlarla əsaslanmış hansısa fikirlər, bunlar daha keçərli olur. Ona görə də bizim kimdən öyrəndiyimiz, hansı şəkildə öyrəndiyimiz çox önəmlidir bizim üçün. Yəni, bunu da bir, belə deyək də, sizinlə paylaşmaq istəyərdim. Bu yerdə bəlkə kiminsə qeydi, əlavəsi, sualı olan. Təşəkkür edirəm qeydinizə görə. O zaman davam edirəm mən. Öyrənmə tərəfdaşının seçilməsi deyəndə biz tərəfdaşımızı da seçməliyik. Yəni, öyrənmə tərəfimizi seçməliyik öyrənmə prosesinə gedəndə. Sertifikata mı baxmalıyıq? Xarici təlimçidirmi və ya çox böyük nüfuslu şirkətdə mi işləyir, ona mı baxmalıyıq? Yoxsa bu iki suala mı cavab verməliyik? Təlim, tədbir mənə nə qatacaq, həyatımı necə dəyişəcək? Yəni, əslində, elə başdan indiyə qədər bizim üzərində dayandığımız bu iki məsələdir ki, bu mənə nə qatacaq, mənə nə verəcək, bundan sonra mən nə öyrənəcəm?
necə tətbiq edəcəm, harda tətbiq edəcəm? Baxın, bu sualların cavabı varsa, o təlimə getməyə dəyər, o təlimdən, o təlimçidən nəsə əldə etməyə dəyər. Yoxdursa, zamanımızı boşuna xərcləyəcəyik. Zaman isə çox önəmli sərvətdir. Yəni, o oğurlanası deyil, boşuna sərf ediləsi deyil, dəyərli sərvətdir, qorunası sərvətimizdir bizim. Öyrənənin rolu. İndi isə gəlirik öz rolumuza. Necə öyrənən olduğunuzu bilirsiniz, nədən daha çox öyrənirsiniz? Və yaxud belə bir məsələni düşünmüşükmü? Öyrənirik, onu əlaqələndiririk və tətbiq edirik. Burada nə nəzərdə tutulur? Hansısa məlumatı götürdüm, həyatımdakı indi var olan hansısa bir reallıqla onu əlaqələndirirəm və ona tətbiq edirəm. Həmən ona tətbiq edirəm. Demirəm ki, oturub hərəkətə keçirəm, amma bir planlayıram onu. Baxın, bu çox önəmlidir. Əgər bu 3 addımı ata biliriksə təlimlərdən sonra, yəni biliyi götürürük, onu real həyatımızın bir parçası ilə əlaqələndiririk. Mən niyə həyatımızın bir parçası deyirəm? Çünki bəzən olur ki, elə təlimlərdə, elə seminarlarda iştirak edirik ki, elə iş mühitindəyik ki, onu birbaşa işimizə tətbiq edə bilmirik. Amma həyatımızın hansısa bir digər sferasına tətbiq edə bilərik. Ona görə bu ümumidir də, iş və yaxud şəxsi həyat. Tətbiq edib əlaqələndirə biliriksə, o zaman biz o təlimdən, o prosesdən həqiqətən nəsə öyrəndik deməkdir. Bu sualların cavabını tapa biliriksə. Burada təbii ki, işə götürənin rolu da var. İndi hal-hazırda sosial şəbəkələrdən də görürük. Bu bir ara trend idi, sonra trenddən düşdü. Yenidən trendləşməyə başlayır şirkət daxili akademiya, akademiyaların yaradılması. Bu trenddirmi, yoxsa ehtiyacdırmı? Yəni, bu böyük bir sualdır. Burada da yenə də şirkətin yanaşmasından çox şey asılıdır. Amma əslində akademiya qurursa bir şirkət və onu düzgün bu akademiyanı qura bilən, sistemli yanaşa bilən mütəxəssislərə ünvanlanırsa, akademiya təşkilat daxilində biliyin davamlılığı üçün şərait yaradan bir qurumdur, bir sistemdir. Orada öyrənmə prosesi davamlı olur. Akademiya yalnız sinif otağı və yaxud onlayn təlimlər demək deyil. Akademiyanın özündə öyrənmə mühitini formalaşdırmaq üçün çoxlu sayda əl altında alətlər olmalıdır ki, o şirkətdə işləyənlər o platformalardan, o resurslardan istifadə edə bilsin. Və əgər akademiyanın əsas amalı bütün tədbirlərinin, bütün fəaliyyətinin şirkət mədəniyyəti ilə, şirkətin o DNK-sı deyirik, DNT-si deyirik, o dəyərləri, şirkətin missiyası, vizyonu ilə bağlaya bilirsə, o zaman şirkət mədəniyyətinin maarifləndirilməsini biraz daha gücləndirir. O zaman həqiqətən işə götürən brendi olsun, əməkdaşların həqiqətən şirkətə o bağlılığı olsun, orada atılmış çox böyük bir addım olur. Çox yaxşı bir investisiya olur akademiya. Yox, sadəcə olaraq, şirkətin akademiyası var, məndə niyə olmasın deyib də yaradırıqsa, o zaman bu resurslardan, investisiyadan düzgün istifadə etməməklə nəticələnir və bir müddətdən sonra həmin akademiyalar yavaş-yavaş bağlanmağa başlayır şirkətlərdə. Bu yerə qədər sualı olan var, sualı və yaxud qeydi. Mən tez-tez bunu verirəm. Ona görə ki, mənə önəmlidir ki, informasiyanı tam izah edə bilirəmmi, yoxsa yox, bu çox önəmlidir. Tamam, davam edirik. İşə götürənin rolu təbii ki, akademiya ilə kifayətlənmir. Bu slaytda dayanıb da, işə götürən məni təlimə göndərirsə, təlim öncəsi, təlimdən gözləntilərini məni ilə paylaşmalıdır. Yəni, mən işə götürən deyəndə, burada artıq şirkətin rəhbərindən danışmıram da, mənim birbaşa rəhbərimdən danışıram. Ki, Günel, sən bu təlimə gedəcəksən. Bu təlimdən getdiyim təlim mənim performans göstəricilərimlə bağlı olmalıdır, başqa sözlə desək. Yəni, hansısa bir boşluq varsa, o boşluğu
bağlamalıdır. Hansısa yeni bir trend gəlibsə, mən o trendi bilmirəmsə və o bizim şirkətə gəlibsə, şirkət strategiyasında varsa, gedib onu öyrənməliyəm. Ola bilər ki, sırf məni motivasiya etmək üçün göndərirlər, amma onun içərisində də bir öyrənmə olmalıdır ki, get və gəl daha sonra bildiklərini öz komandandan, öz sözlərindən paylaş kimi hədəfi qoymalıdır ki, bu öyrənmə prosesi davamlı olsun. Günel getdi, çox sayda təlimlərdə iştirak elədi və sonra Günel işdən çıxdı, getdi. Biliklər də, bacarıqlar da, bütün fikirlər də oyundan çıxdı, getdi. Şirkətdə qalmadı. Baxın, işə götürən və yaxud təlim inkişaf komandası, onların əsas rollarından biri də burada budur ki, o mühiti qursunlar. Öyrənmə mühitini yalnızca təlimə göndərdim, gəldi, təlimi dəyərləndirdi, yüksək dəyərləndirdi, ən yaxşı halda biliyini də ölçdülər, bu vəziyyətdən, bu vəziyyətə gəldi, biliyi ilə kifayətlənməsinlər. Onu davamlı olaraq daxildə paylaşması üçün də şəraitlər, imkanlar yaratsınlar. Bu çox önəmlidir. Yenə də bir dənə özümüz necə öyrənirik sualına baxsaq, hansı fəaliyyətdən daha çox öyrənirsiniz? QR kod var. Bu ilə biz bir dənə ən axırda sizi bir də yoracağam, sizi sorğu verəcəm. Bu QR kodu da oxudun, zəhmət olmasa. Gəlin bunu da mən yenə də qrupda da, chatdə də paylaşım. Nərgiz xanım, sualınız çox yaxşı sualdır. O sualınızı cavablandıracağım. Bir dənə bu sorğudan keçək. O sualınızı cavablandıracağım mütləq. Bir dəqiqə gözləyək. Daha sonra mən sorğunun cavablarını göstərim. Bizdə işbaşı öyrənənlərimiz daha çoxdur. 50% əməkdaşlarımız, iştirakçılarımız işbaşı öyrənirlər. 21% müstəqil öyrənməyə üstünlük verirlər. Və digərləri də belə deyək, 10% sinif otağında və seminarlarda öyrənənlər var. Mentorluq vasitəsilə öyrənənlərimiz 1%-dir. Tamam. Bilmirəm deyən yoxdur. Koçluqdan da istifadə edənimiz buradakı sorğu nəticələrinə görə bu qrupda, bu auditoriyada yoxdur. Çox sağ olun cavablarınıza görə. İndi burada bir sual var idi. Mən o sualı da akademiyadan danışdıq deyə cavablandırım. Çox uzatmadan. Təlim şöbəsinin nəzdində mi olmalıdır, yoxsa ayrıca vendor kimi olmalıdır? Ayrıca vendor kimi olanda onun bağlılığı azalır, amma ona nəzarət mexanizmləri daha çox artır. Yəni ki, belə deyək də, hesabatlığı artır. Bu yaxşıdır. Başlanğıcda bəlkə də təlim komandasının daxilində olub da sistemlər qurulmaqla daha sonradan ayrıca olsa yaxşı olar. Təcrübələr var ki, məsəl üçün, əgər satış yönümlü akademiyadırsa, bu satışın tərkibində olur. Elə təcrübələr də var, amma bunlar bəzən özünü doğrultmur. Müstəqil olanda, müstəqil hesabat verəndə onun işinin mahiyyəti də daha fərqli bir nəticələr əldə edir. Fərqli bir yol alır. Ona görə ki, bu artıq deyə bilmir də ki, mən bu strukturdan asılıyam. Öz işini tənzimləyir, öz fəaliyyət planı olur, hədəfləri daha geniş olur. Birbaşa rəhbərə, yəni şirkət rəhbərinə bağlı olanda və yaxud şirkət rəhbərinin mavininə bağlı olanda
Təlim Akademiyasının onun təlimlərinin faydalılığın əmsalının ölçülməsi daha asan da olur. Çünki müəyyən məsələlərdə, məsəl üçün, Kirkpatrick dəyərləndirmə üsulu var. Təlim komandalarından olanlar bunu bilirlər, yəqin ki. Onun bir mərhələsi var ki, son mərhələsində ROE-ni ölçürük də biz. O zaman isə şirkətin satış nəticələri və s. lazım olur ki, həqiqətən qoyulmuş investisiya nə qədər geri qayıtdı şirkətə, təlimin effektivliyini ölçəndə. Həmin anda əgər yuxarı rəhbərlərə bağlılıq varsa, o informasiyalar, çünki məxfi məlumatlar orada çox olur, informasiyaların verilməsi, alınması daha asanlaşır. Müəyyən kanallarda hərəkət eləmək daha asanlaşır və o prosesin effektivliyi də daha gündəmdə olur. Yəni ki, göz önündə olur. Hətta Təlim Akademiyası ayrıca bir tərəf kimi olanda, yəni masa arxasında ayrıca bir tərəf kimi olanda, daha sonradan o təcrübələr çoxdur. Azərbaycanda da var, dünyada da çoxdur. Artıq daxili deyil də kənara da müəyyən xidmətlər, satış şirkəti xüsusən buna daha çox üstünlük verir. Demirəm o saat, müəyyən illərdən sonra kənara da xidmət satmaqda daha rahat olur. Ümid edirəm sualınızı cavablandıra bildim Nərgiz xanım. Çox sağ olun sualınıza görə. Və keçək öyrənmənin necə reallaşmasından. Konfranslarda iştirak edirik, onlayn təlimlərdə iştirak edirik və s. Bu proseslərdə təbii ki, bir öyrənmə prosesi baş verir əslində. Öyrənmə prosesi baş verir, amma bu qısa müddətli öyrənmə olur. Dediyimiz kimi, bizim ön yaddaşımız, qısa vadəli yaddaşımız işləyir, çox yaxşı da işləyir, amma o uzun yaddaşa, yəni uzun müddətli yaddaşa informasiyanı ötürə bilmir. Qısa müddətli yaddaş informasiyaları götürür, təlim anında işləyir, yadında saxlayır. Mən onu praktikaya çevirmirəmsə və yaxud durmadan o informasiyanı geri qayıdıb belə deyək də, təkrarlamıramsa, o mənim uzun müddətli yaddaşıma getmir. Burada bizim öyrənmənin iki sistemi ortaya çıxır. Deklarativ öyrənmə sistemləri var, yəni beynin öyrənməsindən burada söhbət gedir. Bir də prosesual öyrənmə sistemi var. Deklarativ öyrənmə sistemi sırf müzakirə ilə yaranan öyrənmə sistemidir ki, bu nədir? Hansı sual verilir? Sualın cavabını biz uzun müddətli yaddaşdan tapırıq, gətiririk. Hansısa məsələ olur, onun müzakirəsi gedir, nəsə yadımıza düşür və s. Bir də prosesual yaddaş var. Bu, alimlər bunu daha çox əlaqələndirirlər və keçmiş zamanlarda daha çox əlaqələndirilirdi ki, bu prosesual öyrənmə əsasən texniki, təcrübə tələb edən, hansısa işi görmək, məsəl üçün Excel-də işləmək kimi, bu kimi bacarıqlar üçün lazımdır deyirdilərsə və yaxud riyazi biliklərin gücləndirilməsi üçün durmadan eyni tapşırıqları eləmək, misalları çoxlu sayda eləmək üçün deyirdilərsə, indi artıq dünya və öyrənmə sistemləri bu hər iki beynin öyrənməsinin effektivliyinin hər iki elementindən istifadə edirlər. Həm deklarativ öyrənmədən istifadə edirlər, həm də prosesual öyrənmədən istifadə edirlər ki, durmadan təkrar etmələr, qısa təkrarlardan söhbət gedir. Təkrar edib daha sonradan neysə müzakirə etmələr. Baxın, bizim təlimin, öyrənmə prosesinin effektiv olmasını ölçmək üçün biz bir də buna baxa bilərik ki, bizim beynimizin o oldu mu, öyrənmə prosesində onlar varmı ki, neysə sonradan təcrübədən keçirtdim. Elə təlim müddətinə, xüsusən təlimlərə aiddir bu. Təlim müddətində neysə təcrübədən keçirdəcəmmi, neysə məsələsi, hansısa əvvəl bildiyim təcrübələrim yenidən mən onu təkrarlayacağımı? Çünki böyüklərin öyrədilməsi biraz fərqlidir kiçiklərin öyrədilməsindən. Böyüklərin öyrədilməsi mütləq şəkildə onların öz təcrübələrinə, ona görə deyirik performansa bağlamalıyıq onu. Öz performanslarına bağlanmalıdır. Yəni təlimçi onu qurmalıdır o proseslərdə. Bunlar qurulursa,
o zaman təlimçi təlim prosesini yaxşı təşkil etib deməkdir. Və bu qurularkən biz də orada aktiv iştirak ediriksə, o zaman biz də öz təlimin haqqını, yəni iştirakımızla vermişik deməkdir. İştirak edib daha sonradan tətbiq ediriksə, o zaman biz bunu artıq növbəti mərhələyə keçirmişik deməkdir. Yəni təlim hələ də davam edir deməkdir. Yəni orada bitməyib. Bizim həyatımızda fərqli cür davam edir deməkdir. Effektiv öyrənmənin alətləri də var. Kornel üsulu notların götürülməsidir. Mind map deyirlər də, zeyn xəritələrinin çəkilməsidir. Feynman üsulu ilə öyrənmə texnikalarıdır ki, bunlardır ki, mən bunların üzərindən qısa keçəcəyim bu günləri ki, ümumi məlumat üçün. Kornel üsulu ilə notların, yəni qeydlərin götürülməsi adətən seminarlarda, hətta iclaslarda biz bunu edə bilərik. Bəzən nə olur? Biz konfransdan və yaxud hansı seminardan çıxırıq, dəftərimizə çoxlu qeydlər aparmışıq, amma dəftərimizə baxırıq ki, mən hansısa qeydi axtarıram, amma tapa bilmirəm, mən onu hara yazmışdım, vərəqləyirəm. Bu olmasın deyə təklif edilən metodlardan biridir bu. Universitetlərdə, xarici universitetlərdə istifadə olunub və çox da yaxşı işə yarayır. Metodlardan biridir ki, biz vərəqi və yaxud yazdığımız dəftəri bu hissələrə bölürük, 4 hissəyə bölürük. Burada ad və s. bu hissələr yazılır. Burada qeydlərimizin özü yazılır. Yəni, nə qeydlər var, yazılır. Yazdıq, bitirdiyimi, daha sonra qeydlərimizin üzrə istiqamətləri müəyyənləşdiririk. Başlıqlarımı yazırıq, ipuclarımı yazırıq bu hissədə ki, mən bilim ki, bu qeyd və hətta onu rəngləyə bilərik ki, daha sonradan qeydlərimizdə o rənglə rəngləyik. Məsəl üçün, təlimin əsasları qeydi yaza bilərik və notların boyunca onu sarı rənglə işarə eləyə bilərəm və bilərəm ki, təlimin əsaslarına baxmaq üçün indeksləşdirirəm də bir növ. Mən sarı rəngə baxacağam. Burada isə xülasəni yazırıq. Yəni, ümumiyyətlə bu qeyd bir neçə cümlə ilə bundan ibarətdir. Buradakı mənim qeydlərim nədən ibarətdirsə, çox kiçik xülasəsini yazırıq. Bu nəyə lazımdır? Məndən soruşanda ki, təlimə getdin, orada nə müzakirə olundu? Çox kiçik, ümumi şəkildə onu izah eləyə bilir. Və yaxud konfransda iştirak elədin, nə əldə elədin oradan? Kiçik şəkildə qeydlərimi paylaşa bilir. Məndən soruşan insanlar öz qeydlərini paylaşa bilir. Kornel metodu ilə bağlı sualı olan var. Yoxdur. Bəli, 70-20-10 metodu öyrənməyə olan yanaşmadır. Öyrənmə, təlimin təşkil olunmasına olan yanaşmalardandır. Trendlərdəndir. Amma onun tətbiqi önəmlidir ki, o necə tətbiq olunur? Əsas suallardan biri budur. Kornel metodunu dedik. İndi keçirik digərinə, konsept xəritəsi. Bu da müəyyən layihələrin, müəyyən məsələlərin, müəyyən planlamanın hazırlanmasında istifadə olunan metodologiyalardan biridir. Konsept xəritələri. Konsept xəritəsi əslində nədir? Bizə nə verir? Biz müəyyən bir başlıq altında nələri etməliyik? Nəyisə götürdük, yenə də təlimdə iştirak elədik, təlimdə nəyisə müzakirə edirik. Əgər biz onu sonradan özümüz üçün konseptləşdirə biliriksə, onun bir xəritəsini çıxarda biliriksə, məsəl üçün, mən bu bacarığı öyrəndim, mən bunu bu istiqamətlərdə istifadə edəcəm. Hətta hansısa bir istiqaməti orada seçirəm və deyirəm ki, bax, mən bu A istiqamətini növbəti bir ay ərzində aşağıdakı fəaliyyətlərdə istifadə edəcəm. Biz onu alt hissələrə bölürəm. Bunu edə bilirəmsə, konseptləşdirə bilirəmsə, hansısa bir informasiyanı, o zaman deməli, mən oradan öyrənmişəm. Öyrənməmi yoxlamanın metodlarından biri də budur. Yox, əgər edə bilməmişəmsə, o zaman orada bir sual yaranır. Mənmi kifayət qədər dinləməmişəm, yoxsa təlimçi mi kifayət qədər izah eləyə bilməyib? Bir də dönüb buna baxıb, bunu dəyərləndirməkdə fayda var. Çünki və yaxud götürdüyümüz notlara baxmaq lazımdır ki, mən o notlarla nəyi əldə eləmişəm?
Bir də var Feynman metodu. Bu metod yeni öyrəndiyimiz hansısa bir məlumatı həqiqətən özümüzdə gücləndirmək üçün istifadə olunan metodologiyalardandır. Bunlardan biri odur ki, mövzunu seçirik və ona bir kiçik bir başlıq yazırıq. Hansısa bir mövzu. Və onu sadə dildə yazmağa çalışırıq. Bu metodun özəyi odur ki, biz bunu yazırıq. Yazaraq həyata keçiririk. Yazanda mütləq şəkildə mürəkkəb sözlərdən deyil də maksimum sadə sözlərdən istifadə eləməliyik. Ona görə ki, sanki 12 yaşındakı uşağa izah edirmişik kimi yazmağa çalışmalıyıq. Çünki biz bunu 12 yaşında uşağa izah edə biliriksə, deməli kifayət qədər sadədir. Bunun üçün də nə etməliyik? Misallar çəkməliyik, gündəlik həyatımızla uyğunlaşdırmalıyıq, paralellər aparmalıyıq. Yəni paralel düşüncədən istifadə etməliyik. Boşluqları bunu edəndə özümüzdə boşluqları tapmalıyıq. Ki, mən bunu izah etdim, amma harda dayandım? Nəyi tam izah edə bilmədim? Nəyi tam izah edə bilmədiyimiz məqam bizim yenidən qayıdıb da öyrənməli olduğumuz məqamdır. Onun üçün də biz nə edirik? Yenidən qeydlərimizə qayıdırıq, biraz daha sadələşdiririk və artıq daha yığcam bir prosesə çevirə bilirik. Yəni, yenidən və daha sadə formada biz onu yazırıq və daha kütləşmiş şəkildə informasiyanı çatdıra bilirik. Baxın, bu öyrətmə üçün lazım olan və bəzən də uğurlu təlimçilərin istifadə etdiyi metodlardan biridir ki, təlimlərini Feynman metodu ilə izah eləməyə çalışırlar. Hazırlayırlar müəyyən məlumatları, sadələşdirirlər, sonra onu sınaqdan keçirdirlər, boşluqları müəyyən eləmək üçün, biraz daha dolğunlaşdırırlar və təqdim edirlər. Təbii ki, burada bizim getdiyimiz auditoriyada çox önəmlidir. Yəni, elə auditoriyalar var ki, çox sadələşdirəndə onu qəbul etməyəcəklər və yaxud elə auditoriyalar var ki, biz onların səviyyəsini biraz daha yuxarıya qaldırmalıyıq. Məsələn, terminləri öyrətməliyik və s. Amma orada da onu izah etmək üçün, anlamaları üçün mütləq şəkildə onu daha sadə dildə də yenə də izah etməyə çalışmalıyıq. Mütləq şəkildə. Bu yerə qədər sualı qeydə olan var. Roadmap biraz fərqlidir Nərgiz xanım. Konsept metodu odur ki, biz hansısa bir məlumatları konseptləşdiririk. Roadmap isə action planı, onun sonrasında gələndir. Bizim bir başlanğıc nöqtəmiz var və orada bir bitiş nöqtəmiz var. Bu rotamızı müəyyənləşdirir. Biz buradan A-dan Z-yə gedirik və gedərkən hansı addımları atmalıyıq. Bunların arasında bu fərqlər var. Görünüşcə bəlkə də eyni ola bilər. Konsept daha çox fikirlərin və s.lərin müzakirəsi üçündürsə, roadmap əsasən hərəkətlərin planlamasında istifadə olunur. Məsələn, mən təlimi hazırlayarkən mənim konseptim bir məsələ ola bilər ki, mövzunu müəyyənləşdirərəm, alt mövzularım, hədəf qruplarımı müəyyənləşdirərəm, onlarla bağlı məsələləri müəyyənləşdirərəm. Daha sonradan təlimi artıq planlaşdıranda ki, neçə saatlıq olacaq, hər hissə nə qədər gedəcək, hansı elementlərdən ibarət olacaq, burada artıq roadmap-ə istinad edərəm. Ondan istifadə eləməyə başlayaram. Və biz davam edirik bu hissədə. Yanaşmanın əhəmiyyəti. Biz HR olduğumuza görə inanıram ki və sorğu nəticələrinə görə görürəm ki, əksəriyyətimiz böyümə zehniyyətindəyik. Yəni, baxın, bu toxumun həqiqətən cücərməsi üçün biz böyümə zehniyyətində olmalıyıq. Mən bunu bacarmıram, mən bunu edə bilmərəm yerinə, mən bunu hələ edə bilmirəm yanaşmamız olmalıdır. Təlimlərə gedərkən də bu yanaşmanı əslində özümüzdə formalaşdıraraq gedirik ki, mən hansısa məsələni hələ bilmirəm, gedirəm oradan öyrənməyə və yaxud bu məndə hələ alınmır, gedirəm, alındıracam və yaxud informasiyanı əldə elədim təlimdən,
o saat tətbiq eləyə bilmirəmsə, ruhdan düşmürük də. Çünki bunun o biri tərəfi də var. Bəzən bu cür master klasslarda iştirak edənlər biz gedirik, təlimlərdən nələrsə əldə edirik və çox sürətli şəkildə işimizə və ya həyatımıza o saat tətbiq eləməyə çalışırıq. Birinci dəfədən alınmırsa, bu problem deyil. Deməli, biz nəyəsə qayıdıb yenidən təkrar eləməliyik. Hələ alınmır. Bu bizim artıq yanaşmamızdır. Böyümə zehniyyətinin elementləri var. Onlardan biri də hələnin o gücünü anlamaqdır ki, indi alınmır, amma ikinci cəhdim var, üçüncü cəhdim var. Niyə alınmır? O təcrübədən də öyrənmə məsələsi var da, səhvlərdən də öyrənmə məsələsi var. Bəzən biz səhvlərimizdən öyrənməyib də ruhdan düşürük. Əməkdaşlarımızın arasında da olur. Səhv etməkdən, yanlış etməkdən narahat olanlar olur. Onları da ruhlandırmaq üçün bu hələnin gücü, böyümə zehniyyəti, bundan istifadə etməkdə böyük faydalar var. Təlimlərin də əslində buna yönlənməsində böyük faydalar var. Yəni təlimlərimiz bizim çox zaman bilik yönümlü olur. Bəzən bacarıq yönümlü olur, çox nadir hallarda yanaşma yönümlü olur. Biliyi ölçmək rahatdır. Hansısa bir testlərlə, yoxlama sualları ilə biz biliyi nə qədər artdığını ölçə bilirik. Bacarığı müəyyən qədər ölçə bilirik. Yanaşmanı ölçmək üçün isə təlimdən sonra heç olmasa ən azı 6 ay keçməlidir. Amma ən yaxşı halda yanaşmanı ölçmək üçün isə 1 ildən sonra ölçülür yanaşmalar. Yəni həqiqətən bu təlimdən sonra nə dəyişdi, nə dəyər qatdı, nə fayda verdi, nə yanaşma yarandı. Yəni ki, bunu ölçmək biz təlim, inkişafda işləyən mütəxəssislərin əslində vəzifələrindən biridir. Amma nə qədərimiz bunu ölçürük? Yəni, suallardan biri də budur. Və yaxud nə qədərimiz elə bizim özümüzün də fixed mindset deyirik də, kapalı bir çərçivə içərisindəyik, yoxsa nə qədərimiz böyümə zehniyyətindəyik, işgüzar aləmdə də nə qədərimiz o zehniyyətdədir, buna baxmaq lazımdır. Çünki bəzən olur ki, biz təlimləri verərkən, təlimin effektivliyinə də təsir edən məsələ olur ki, qapalı düşüncəli insanlara təlimlər verilir və onlar dəyişimə açıq olmurlar. O zaman onlara təlim verməyikmi? Lazımdır. Təbii ki, onlara da təlim vermək lazımdır. Amma onlara artıq yanaşmanı dəyişərək etmək lazımdır. Mən çox yaxın keçmişdə bizim maariflənmə tədbirimiz olmuşdu şirkətdə və biz orada bir metodologiya haqqında məlumat vermişdik və bu maariflənməni biz fərqli üsulda edirdik. Yəni, təlim formatında deyildi də, fərqli üsulda idi, video maariflənmə idi. Ondan sonra bizə belə bir geri dönüş oldu ki, mən məktəbdə bunu bu cürdə öyrənmişəm, amma siz deyirsiniz ki, bu belə olmalıdır. İndi özüm də qalmışam çaşbaş görəsən. Yaşım da budur, bir irəli yaşlı bir insan idi. Bilmirəm ki, nə doğrudur? O zaman həyatımdakı doğrular yanlışdırmı? Kimi sualla müraciət eləmişdi. Təbii ki, o cür reaksiyalar çox yaxşıdır və biz də ona anında reaksiya verərək belə bir məlumat götürmüşdük ki, ola bilər ki, sizə ötürülən məlumatlar həmin zaman üçün aktual idi. Siz bu metodologiyanı hələ bilmirsiniz. Amma bunu bilmək üçün, baxın, bu platformalarımız var, bu resurslarımız var. Şirkətdə bu şəxslər var. Bunlardan onu əldə edə bilərsiniz və inanırıq ki, əgər siz bu sualı verirsinizsə, artıq sizdə onu öyrənmə bir potensialı var. Bu da bir göstəricidir. İnsanları öyrənməyə, belə deyək də, həvəsləndirmə yanaşması. Sualı və yaxud qeydi olan varmı? Yoxdursa, biz artıq demək olar ki, sonlara gəlirik. Mən sizdən yenə də xahiş edəcəm ki, dəyişiklik prosesindən keçiririk və bu bizim özümüzdən başlayır da. Bu sorğuya da cavab verəsiniz. Bu artıq, belə deyək də, bu master klassın dəyərləndirməsidir və bizim bu maskotun, görürsünüz, maskotumuz biraz böyüyüb. Bizi dinləyə-dinləyə biraz böyüyüb. Bu maskotumuza ad verməyinizi orada xahiş edəcəyəm ki, görək
Sonradan bu maskot elə bu master klassın maskotu olsun. Sizinlə də paylaşacağıq nəticələri. Bu sorğunun nəticələrini indi deyil, master klassdan sonra sizinlə HR Option əməkdaşları paylaşacaq. Gəlin mən bunu yenidən chat bölməsinə yazım. Sorudan yenə də bir 2 dəqiqəmizi alaq, sorudan keçək. Daha sonra suallarınız, əlavə suallarınız, qeydləriniz varsa, mən böyük məmnuniyyətlə cavablandıraram. Hələ ki 7 cavabımız var. Mənim sizinlə paylaşa biləcəklərim bu qədər. Qəmər xanım da deyəsən, yox, Qəmər xanım yenidən formu göndərdi. Eyni formu göndərdi. Sualınız, qeydiniz, əlavəniz varmı? Like'lara görə çox sağ olun. Yoxdursa, mən sizin hər birinizə təşəkkür edirəm. Sizi alqışlayıram ki, bu saatda gəlmisiniz. Bu sizin öyrənməyə və informasiya əldə eləməyə olan münasibətinizi göstərir. HR Option-dan əməkdaşlardan burada varsa, demək istədikləri nəsə varsa, buyurun. Yoxdursa, sağollaşaq. Mən hər birinizə təşəkkür edirəm. Çox təşəkkür edirəm ki, gəldiniz, mənimlə oldunuz. Yenidən görüşəcəyimizə inanıram. Çox sağ olun.